Vasili Sergeyeviç Kalinikov 1866-cı ilin 1 iyun tarixində Orlovsk quberniyasının Nitsensk döyüşçüsü kəndində anadan olmuşdu. Onun atası burada kiçik məmur vəzifəsində çalışır, musiqi həvəskarı olduğundan evdə musiqi ilə məşğul olur, xalq mahnılarını, populyar romansları gitaranın müşayiəti ilə oxuyurdu. Ata öz övladlarında musiqiyə böyük məhəbbət oyada bilir və onlar ev konsertlərində həvəslə iştirak edirdilər. Ailədə musiqi istedadına görə Vasili daha çox seçilirdi. Uşaqlıqda onun diskant səsi olmuş və o kilsə xorunda iştirak etmişdi. Uşağın istedadını görən musiqisevər, kənd həkimi Yevlanov onu not savadı ilə tanış edir. Skripkada çalğını öyrətməyə başlayır və onun musiqi və ümumi dünya görüşünü genişləndirməyə səy göstərir. Kənd şəraitində fortepiano olmadığından Kalinikov Yevlanova məxsus harmoniflyut üzərində çalışmağa başlayır. Gələcək bəstəkar bu alət üzərində improvizələr etməyə səy göstərir. 1878-ci ildə Kalinikovlar ailəsi Oryal şəhərinə köçür. Ata səhhəti ilə əlaqədar xidmətdən çıxmalı olur. İki böyük oğlanı dini məktəbə ödənişsiz təhsilə qoymaq mümkün olur. Kalinikov 14 yaşında məktəbi bitirir və Oryal şəhər seminariyasına daxil olur. Ailəyə yük olmamaq, özünü maddi cəhətdən təmin etmək məqsədi ilə o, işləməyə səy göstərir. Not üzünü köçürür, qəpik-quruş əvəzinə dərslər verir, kilsə xorunda çalışırdı. Seminariyada olduğu ilk günlərdən Kalinikov gənc yaşına baxmayaraq seminariyada xora rəhbərlik edir. Tezliklə bu xor Oryal şəhərində ən yaxşılarından sayılmağa başlayır. Konsertlərdə bu xorla çıxışlar edilir. Bu konsertlər üçün Kalinikov xalq mahnılarının işləmələrini hazırlayır. 1884-cü ildə seminariyanı bitirən Kalinikov Moskvaya gedərək konservatoriyaya daxil olur. Təhsil haqqını ödəyə bilmədiyindən Kalinikov bir ildən sonra konservatoriyanı tərk edir. Moskva Filarmonik Cəmiyyəti məktəbinə eyni vaxtda həm bəstəkarlıq, həm də ödənişsiz təhsil imkanı verən nəfəsli alətlər şöbəsinə daxil olur. Musiqi təhsili ilə yanaşı Kalinikov eyni vaxtda universitetdə Rus tarixi üzrə mühazirələr dinləyir. Təbiət elmləri ilə maraqlanır və çoxsaylı bədii ədəbiyyatı mütaliə edir. Filarmonik məktəbdə Kalinikov ən istedadlı şagird kimi seçilə bilir. Təhsil illərində yazdığı əsərlər buna sübut olur. İlk yaradıcılıq addımlarından onun instrumental janrlara marağı müəyyən olunur. 1889-cu ildə bəstəkarın əsərləri Orkestr Skertsosu və Nimfi ilk dəfə kütləvi ifa edilir. 1892-ci ildə Kalinikov Tolstoyun mətni əsasında İoan Damaskin adlı kantata buraxılış işi ilə Filarmonik məktəbi bitirir. 1895-ci ildə yazdığı birinci simfoniya Kalinikovu şöhrətləndirir. Simfoniya ilk dəfə 1897-ci ildə Kiyev şəhərində ifa edilərək böyük uğur qazanır. Dinləyicilər simfoniyanın təkrar ifasını tələb etdiyi üçün növbəti ifa Rus Musiqi Cəmiyyətinin konsertində baş tutur. Simfoniyanın ifasından sonra dirijor Vinogradski bəstəkarın ağır xəstəliyi və onun ağır maddi vəziyyəti ilə bağlı dinləyicilərə məlumat verir. Burada bir neçə dəqiqə ərzində olduqca böyük məbləğ yığılır. Kalinikov həmin ilin qışında Fransaya müalicə almağa səfər edir. Birinci simfoniyanın böyük uğurundan sonra bu əsər Moskvada ifa edilərək yenidən böyük uğur əldə edir. Bununla da əsərin geniş tanınması başlanır. 1897-ci ildə Orlov quberniyasının doğma yerlərində Kalinikov ikinci simfoniyanı bitirir. Birinci simfoniyada olduğu kimi, ikinci simfoniyada da ümumi sakit hekayətli xarakterdə lirik, janrlı və epik obrazlar keçir. İkinci simfoniyada müəllifin ustalığı hiss ediləcək dərəcədə artır. Bütün hissələrdə keçən əsas mövzunun dəyişilmələri maraqlı üsullarla həyata keçirilir. 1898-ci ildə Fransanın cənubuna gedən bəstəkar Sidr və Palma simfonik şəklini bəstələyir. Bu əsərin proqramı Heynenin
şeirinə əsaslanır. Simfonik şəklin niyyəti iki obrazın, tutqun şimal təbiəti fonunda soyuq və möhtəşəm sidr və mehriban cənub peyzajı ilə bağlı gözəl palmanın parlaq qarşılaşdırılması üzərində qurulmuş. Əsərin məzmunu təkcə peyzaj lövhələri ilə məhdudlanmır. O, dərin lirik həyəcanlarla zəngindir. 90-cı illərin sonunda Kalenikovun səhhəti xeyli ağırlaşır. Bəstəkarın acınacaqlı maddi durumu, müalicəyə lazım olan xərclərin ödənilməsində ortaya çıxan artan çətinlikləri bəstəkar dostlarının səyi ilə əldə etdiyi sifarişləri yerinə yetirməklə aradan qaldıra bilir. Mali teatrında Tolstoyun Çar Boris faciəsinin tamaşaya qoyulması üçün bəstəkar bu tamaşaya 7 simfonik nömrə, uvertura, 4 antrakt və 2 döyüş bəstələyir. Kalenikova növbəti sifariş onun yazdığı sonuncu musiqi 1812-ci ildə operasına proloq yazmaq tapşırılır. Libretto Mamontov tərəfindən yazılmışdı. Proloq Mamontovun şəxsi opera teatrında göstərilsə də, yataq xəstəsi olan bəstəkar tamaşada iştirak edə bilmir. Ömrünün son günləri sevindirici hadisə ilə yadda qalır. Dostlarının uzun çəkən səylərindən sonra bəstəkarın 1-ci simfoniyasının partiturası işıq üzü görür. Kalenikov 1900-cü ilin 29 dekabr tarixində Yalta şəhərində vəfat edir.